Buradan o sözüm video çəkib videosu tutmayan bəzi çubraşqalara da sözüm. Ağdamlı maşın satanda puldan ötürü vicdanını satmır. Ne de balasını öldürmür. O sözü hardan eşidib deyirsinizsə, oturun sağınıza solunuza bakın. Siz oturup Karşok'ta ulduz sayanda Ağdamlı canın vətən üçün verirdi, torpaq üçün verirdi. Şəhid olurdu. Xocalı soyqırımında Ağdamlı canın heç sayıb Xocalıda əsir qalan qız gəlini çıxardırdı. Buzdan donmuş körpələrin meyidini ağlaya-ağlaya çıxardırdı. Bu gün Ağdamlıları siz gülüş mənbəyinə çevirə bilmərsiniz. Dılğırlar. Ağıllı olun, ağlınızı yığın başınıza. Bu sosial şəbəkə xətrinə Ağdamlı banşir sətəndə balam ölsün, nəvmə. Sənin elə öz balan ölsün. Ağdamlının balasını niyə öldürürsən ki? Reklam xatirinə bəstirin bu Ağdamlıları gülüş yerinə qoydunuz. Kimin də nə sözü var, nömrəm biyoda var, məni yığa bilər. Ağdamlı nə gecə gəlir, nə günüz. İkisinin ortasında gəlir, sözün deyir, gedir. Sən Ağdamlılarla oyun oynama. Çaqqal. Ged o videoları da silin sosial şəbəkədən. Bir Ağdamlı olaraq deyirəm bunu sizə. Olmayacaq, sizin haqqınızda başqa ölçü götürüləcək, bunu bilin. Dinə gətirirsiniz lağlaq Ağdamlını, maşın alveri oldu Ağdamlını, ne bileyim bir bambılı bir şey oldu Ağdamlının adından. Ağdamlının elə qeyrətiniz var, şəhidindən, qazisindən danışın. Vətən üçün canın verən oğlundan danışın. Nə bambıllıqda eləyirsiniz, matışqarvat kimi. Bugündən sonra yenə də deyirəm, sizin barənizdə qanuni ölçü götürüləcək. Bir də Ağdamlı haqqında videolar çəkilib, Ağdamlıları aşağılamaq istəməyinizi görsəm. Bax, deyirəm sizə. Paylaşırsan Ağdamın igidliyindən, sücayətindən, ölməz yaşayan qəhrəmanlarından video çək paylaş. Allah Quranda deyir, təccətül nəvlim Ağdam. Ağdamlı boyda başına daş düşsün. Nə də düşmüsünüz bu Ağdamlıların üstünə? Danış da şəhidindən, qəhrəmanından, kişi qeyrətli, analardan, bacılardan danış. Çünki bilirsən, elə bəzi Ağdamlılarımızda da boşluq var ki, sizin kimi şərəfsizlər çıxıb o videoları çəkib paylaşanda sizin haqqınızda qanuni şəkildə ölçü götürülmür. Ona görə belə bambıllıqlar eləyirsiniz. Rəbbim and olsun, kimin səhifəsi çıxsa, qarşıma Ağdamlı haqqında lağlağı video çəkib paylaşsa, onun haqqında qanuni ölçünü mən götürəcəm. Kimin də elə videosu varsa bugündən silsin. Şərəfiniz, qeyrətiniz olsun. Yığışdırın bu Ağdamlıları aşağılamağınızı.